ATV Xəbərə baxırsınız. Onların cəmiyyətə uyğunlaşması, təhsil və sosial imkanlarının artırılması çox vacib və həssas mövzudur. İkinci, autizm maarifləndirmə forumunda da məhz bu məsələ əsas diqqət mərkəzində olub. Autizmdə bütöv yanaşma mövzusuna həsr olunan forumun məqsədi valideynləri maarifləndirmək, mütəxəssisləri daha məsuliyyətli işləməyə təşviq etmək və autizmli uşaqların cəmiyyətə inteqrasiyasının vacibliyini vurğulamaqdır. Müasir dövrdə autizm spektr pozuntuları geniş yayılmış və xüsusi diqqət tələb edən məsələlərdəndir. İkinci autizm maarifləndirmə forumunda bu sahənin inkişafı, mövcud problemlər və onların həll yolları müzakirə olunub. İddo-psixi sağlamlıq proqramının təşkilatçılığı ilə keçirilən forumda vurğulanıb ki, autizm spektr pozuntusunun erkən diaqnostikası olduqca vacibdir. Bugün artıq autizm sahəsində yeni yanaşmalar var. Bugünə qədər ola bilər ki, hansısa qeyri-müəyyən standartlarla, hansısa müalicələr, hansısa yanaşmalar olubsa, artıq dünyada bu sahə ilə bağlı ciddi standartlar qəbul olunmaqdadır. Biz İddo-psixi sağlamlıq proqramı olaraq təşəbbüslə çıxış etmişik və Standartlaşma İnstitutunun tərkibində texniki komitə yaradılmışdır. Texniki komitənin işi bu sahənin bütün standartlarının hazırlanması və qanunvericiliyə tətbiq olunmasından ibarətdir. Tədqiqatlar onu göstərir ki, artıq 3 yaşında və yaxud 2 yaş yarımda qoyulan diaqnozlar artıq gecikmiş diaqnozlar hesab olunmalıdır. Bunun qarşısını almaq üçün biz ilkin diaqnozlara meyllənməliyik. Yəni, uşaqların spektr prosesinin formalaşma dövrü 0-1 yaş aralığı olduğu üçün 6-9 ayında diaqnozların qoyulmasına meyl atmalıdır. Və bu prosesə keçid olarsa, artıq uşaqlarda autizm spektr pozuntusunun artmasının qarşısını almış olacaq. Onların təhsilə çıxışı, sosial uyğunlaşması və reabilitasiya xidmətlərinə əlçatanlığı hələ də əsas problemlərdəndir. Forumda bildirilib ki, inklüziv təhsil mühitinin yaradılması və bu sahədə maarifləndirmənin gücləndirilməsi çox vacibdir. Mütəxəssislər isə əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayıblar. Otizmin kötü bir hastalık olmadığını, otizmle uğraştığımız zaman, üzerine gittiğimiz zaman çocuklarla mutlaka bir iyileşme ve düzelme sağlandığını, bunun da mutlaka sosyal politikalar olarak devlet politikasına mutlaka girmesi gerektiğini halka anlatmamız, yetkililere anlatmamız gerekiyor. Öncelikle aslında otizmlilerden ziyade halkın ve otizmle hiç temas etmemiş, daha önce hiç görüşmemiş olan kişilerin bunu anlaması, bilmesi gerekiyor. Son yıllarda otizmle ilgili olarak ciddi bir artış var. Sadece ülkemizde değil, aynı zamanda dünyada da otizm çok önemli. Ve bu konuda ne kadar erken farkına varılır ve tedaviye başlanırsa alınacak sonuçlar da o kadar daha iyi olacak. Burada tabii ki çocuktan daha ziyade anne ve babanın, ailenin eğitimi oldukça çok önemli. Qeyd edilib ki, forum autizm sahəsində bilik və təcrübə mübadiləsini